İndi isə qeyri-üzüm maddələrdə hibridləşməyə baxaq. Qeyri-üzüm maddələrdə məsələn deyək ki, amoniaka baxaq. Məsələn, amoniaka baxarıq, suya baxaq, kalsium xlorid olsun, bor florid olsun, SO2, H2S, nə bilim, P xlor 5, başqa nədir? S flor 6 və s. da, yəni çoxlusuna baxaq ki, yadda qalsın. Məsələn, deyəndə hibrid orbitalların sayını tap. Qaydanı budur. Bizə deyəndə hibrid orbitalların sayını tap. Qaydası odur ki, sigma rabitələrin sayı üstəgəl cüt elektronların sayı. Sigma üstəgəl cüt elektronların sayı. İndi nə edəcəm? Amoniakı açıq yazaq. Azot bilirik ki, 3 valentlidir. Belə yazdım. Deyirəm ki, burada hibrid orbitalının sayı, sigma rabitələrin sayı 3 dənədir. Gəlin indi cüt elektronların sayı nə deməkdir? Ona baxaq. Azota baxıram. Azotun sıra nömrəsi 7-dir. 2, 5. 2s2 mənə son lazımdır. Heyecanlama deyilir. Deyək 2p3. 3 valentli isə 3 dənə tək elektron var. Elədimi? Qabaq mənə lazım deyil. Sonuncu lazım. 3 tək elektron var. Bunda da bilirəm cüt, yəni 1 cüt elektron var. 1 cüt deyəndə 2 dənə elektron, yəni 1 cüt sayılır da. Amoniakda sigmanın sayı 3-dür. Cüt elektronun sayı da 1-dir. 1 dənə demirəm, yəni 1 cüt var da. Yəni burada hibrid orbitalların sayı 4-dür. 4 dənə hibrid orbital olanda sp3-dür. sp3 1s 3p'də 4 hibrid orbital var. Demək ki, amoniakda 4 hibrid orbital var. Keçək suya. Oksigenin 2 valentli olduğunu bilirik. Bax bu şəkildə xətti quruluşlu yazmırıq. Bundan qabaqki dərs izah eləmişdik ki, niyə görə xətti quruluşlu yazmırıq? Ona görə ki, oksigen 6-cı qrupda yerləşir. Maksimum valent elektronlarından istifadə edə bilmir, axı 2 valent elektrondan istifadə edir. Əgər maksimum elektron valentindən istifadə eləsəydi, deyərdim, bəli, xətti quruluşdur. Bundan öncəki dərsi yaxşı oxuyun. Bu bucaq quruluşludur. Deyirəm, bunda sigmanın sayı neçə dənədir? 2 dənə. Üstəgəl oksigeni yazıram. Sıra nömrə 8-dir. Əksəriyyətin ayrının yarısına bərabərdir axı. 2, 6. Qabaq lazım deyil. Sona baxıram. 2s2, 2p4. Oksigen də buradan görəm 2 valentlidir, 2 təki olmalıdır. Doğrudan da p4-də 2 dənə təki var. Bunda bir cütü var. P4'ü də yazım. 1, 2, 3, 4. Yəni bunda bir cüt, bu da bir cüt. Oksigende 2 cüt elektron var. Yəni deyirəm 2 dənə sigması var, 2 dənə də cütü var. Cəmi 4 orbital var. Yəni suda 4 hibrid orbital varsa sp3 hibridləşməyə malikdir. Gələk kalsiyuma. Kalsiyum xlorid. Kalsiyumun maksimum valent imkanını göstərir. 2 valentlidir də elə. Deyirəm ki, bunda 2 dənə sigma rabitəsi var. 2 üstəgəl. Kalsiyum elə gəlin belə deyək də. Kalsiyum sıra nömrə 20-dir. Heç yazmasaq da olar. İkinci qrup elementində isə xaricində 2 elektron var. Qabaqlar mənə lazım deyil axı. Buna da deyəcəm S2 ilə qutarır da, S2. Bunda cüt bir dənədir də. S2-də bir dənə cüt elektron var. Yəni 2 dənə sigması var, bir dənə də cütü. Belə çıxır ki, yoxsa cüt olmadı. 3 kalsiyumda 2 orbital olmalıydı. Mən nə səhv yazdım? Sıra nömrə 20-dir. 2, 8, 8, 2 yazırdıq da. Bunu yazsam 4 S2, hə. Uşaqlar burada 0 olacaq. Niyə görə? 2 dənə bunun sigması var. Yazdım 2 sigma. Üstəgəl cüt elektron niyə 0 olur? Axı kalsiyum 2 valentlidir. Yəni 2 dənə tək olmalıdır. 2 dənə tək olması üçün S-dən P-yə gəlməlidir də. S1 P1 olacaq ki, 2 valentlisə 2 təki gətirməliyim. 2 təki olanda bunda cüt olmur, vəbşə 0. Yəni 2 valentli metalların duzlarında, metala baxıram. 2 valentli metalların duzlarında 2 orbital var. 2 orbital da sp-dir. SP-ni də keçmişik ki, xətti quruluşludur. Və birincisi bunu buradan bilə bilərdik. sp3-dür, sp3-dür. Axı sp3, sp2 bucaq quruluşuna malikdir. Bunlar bucaq quruluşuna malikdir. Amma sp birləşməsinə malik olanı keçmişik ki, sp-də xətti quruluşdur. Burada belə də demək olar. Kalsiyum maksimum valent elektronların iştirak edib, ona görə də xətti quruluşa malikdir. Bunu yazmadan isbat eləmədən belə də demək olar. 2 valentli metalların birləşmələrində 2 orbital var. 2 orbital nədir? sp-dir. Məsələn, 3 valentli metalı yazaq, alüminium xloridi yazaq. Heç yazmadan deyə bilərik ki, alüminium 3 valentli metaldır. 3 valentli metalların birləşmələrində 3 orbital olur. 3 orbital da sp2 deməkdir. Yəni bucaq quruluşuna malikdir. Belə də gəlin yazaq. Alüminium 3 dənə xlordur. Hibrid orbitalların sayını tapmaq üçün 3 dənə sigması var. Üstəgəl. Alüminium 3 valentlidir də xaricində 3 elektron olur. Yəni bu S2 P1 ilə qutarır. Amma
3 valentli o deməkdir 3 dənə tək olmalıdır. Onda həyecanlaşdırıb birini gətirəcəm bura. S1, P2. Yəni həyecanlandırmalıyam ki 3 valentli olsun da. Burada S1, P2-də cüt elektron yoxdur. Yəni cüt elektron sıfırdır. Belə çıxır ki 3 orbital var. 3 orbital da sp2-dir. Yenə deyim, yazmayıb da deyə bilərik ki 3 valentli metalların birləşməsində 3 orbital iştirak edir, yəni sp2. 2 valentli metalların birləşmələrində 2 orbital var, yəni sp. Yəni hibrid orbitalların sayı sigma və cüt elektronların sayına bərabərdir. Gəl bunu tapaq. Burada da deyə bilərik, metal deyil, düzdür. 3 valentli birləşməlidirmi? 3 valentlidə 3 orbital iştirak edir, sp2. Gəlin isbat eləyək. Bor 3 valentlidir. Bor 3 valentli isə 3 dənə belə çəkəcəm. Deyirəm sigma rabitəsinin sayı 3 dənədir. İndi bora baxaq. Borun sıra nömrəsi dövrü qanunda keçmişi 5-dir. 2, 3. Mənə xaric lazımdır da bundan. İkinci səviyyədə bu. 2s2, 2p1. Deyirəm 3 valentli isə 3 dənə tək olmalıdır. Bunu 3 dənə təkə gətirəndə 2s1, 2p2 eləyəcək. İndi cüt elektron sayı neçədir? Qayda odur axı cüt elektron sayını gəlməliyəm. Cüt yoxdur axı burada. Ona görə 0 gələcək. Bunda sigmanın üstlərinə 0 gələndə 3 orbitalı var. Elə belə də baxanda 3 valentli elementlərdə 3 orbitalı var. Gələk SO2. Biraz silin uşaqlar. Gəlin bax sizə bir dənə bir şey deyim. SO2 ilə SO2 bunlar buradan. İndi biz nəyə baxaq? Məsələn SO2-yə baxaq. H2S-ə baxaq. SO2 bir də CO2 görünüşləri eyni görünsə də fərqli bir şeylərdir. P xlor 5-ə baxaq, S xlor 6-ya baxaq. S xlor 6. Deyirəm ki, kükürt 6 valentli, daha 6 var 2. Çünki 6 valent daha 1 2 3 4 5 6. Xlorları da yazaq bura. Bir bunda birləşməni tapın. Deyirəm sigma rabitələrin sayı 6 dənə. Üstə gəl. Cütün sayı kükürt elə bir ki 16-da sıra nömrə ayrı 32-də axı. Və yaxud belə də deyə bilərik. Kükürt 6-cı qrup elementidir. Xaricində 6 elektron var. Xaricindəki bu 6 elektronun ikisini isə verərik. NS2. 4-ündə P verərik də. P4 yazaram. İndi deyirəm ki, kükürt 6 valentlidirsə, 6 dənə tək elektron olmalıdır. Tək olması üçün burada 2 dənə tək var. Həyəcanlandırıb birini buradan D-yə gətirəcəm dövrü qanunundan. Birini buradan D-yə gətirəcəm. Nə qalacaq? S1, P3, D2 dövrü qanunda keçmişik. Deyirəm hibrid orbitalların sayını tapmaq üçün sigmanın sayı 6, üstəgəl cütün sayı. Burada cüt yoxdur axı S1, P3, D2-yə mən niyə gətirdim? 6 valent eləmək üçün, 6 tək elektron olması üçün. Cütü yoxdur. Burada 6 hibrid orbital var. Deyəsə ki 6 nə deməkdir? Axı sp var 2 orbital, sp2 3 orbital, sp3 4 orbital. 6 nədir? sp3-də 4 orbital varmı? 2 orbitalım da lazımdır 6 olsun. D2. Belə şeylər qəbulda görməmişəm heç. Amma yenə deyək. Bunda hibridləşmə sp3 D2-dir. P xlor 5-ə baxaq. P5 valentlidir də. Baxın 2 3 4 5. Xlorları yazaq, xlorları. Deyirəm hibrid orbitalın sayını tapmaq üçün sigmanın sayı üstə gəl, cütün sayı. Cüt də P-yə bax. P belə deyək də 5-ci qrupda yerləşir və ya sıra nömrəsi 15-dir. 2 8 5 xarici təbəqə lazımdır da. 3s2 3p3. İndi P5 valentlidir deyə həyəcanlandırmalıyam da birini gətirəcəm bura. 3s1 3p3 3d1. Burada cüt yoxdur axı, bu da təkdir, bu da təkdir, bu da təkdir. Cüt yoxdur. Cütün sayı 0-dır. Yəni P xlor 5-də hibrid orbitalların sayı 5-dir. Bu demək ki sp3, yəni 4 orbital var və d1. D1-ə də 1 yazmada sp3 d1 hibridləşməyə malikdir. Nəyimiz qaldı? S xlor 6-nı dedik. P xlor 5-i deyildi. Qaldı bu 3 dənə. Qaldı bu 2 dənəsində deyək. H2S-ə də baxaq. H2S. H2S də nədir? H2S. H2S-də deyirəm ki, belə yazılar da kükürt, hidrogen. Bucaq quruluşludur. Niyə? Kükürt tam valent elektron istifadə eləməyib. 2 valentlidir. Tamını eləsəydi 6 valentli olardı. Onda xətti quruluşa malik olardı. İndi sigma rabitəsinin sayı 2. Üstə gəl cütün sayı. Deyirəm kükürt burada 2 valentlidir. Kükürdün 6-cı qrupda yerləşir. Elə xaricində 6 elektron var. İstəyirsən yaz 16, 2, 8, 6. Bizə son lazımdır. Sonuncu səviyyənin ikisi S-ə gedər, 4-ü P-yə gedər. Mən də deyirəm ki, burada kükürt 2 valentlidir. Görüm 2 tək varmı? Doğrudan da burada 2 tək var da, daha həyəcanlandırmıram. 6 valentli olsaydı 6-ya gətirərdim təklərin sayını. Elə konfigurasiya belə qalır. Burada neçə cütü var? S2-də 1 cütü var.
P4'də 1, 2, 3, 4. Burada da bir cütü var. 2 dənə cütü var. Sigma 2, cütü 2. 4 hibrid orbital var, kükürdün. 4 hibrid orbital o demək ki, sp3'dür. Yəni bucaq quruluşuna malikdir. İndi baxın, SO2 və CO2 CO2 görünüşləri eyni olsa da bu xətti quruluşdur, bu bucaq quruluşdur. Bunda SP-dir, bunda SP2-dir. Səbəblərini izah edeyim görəsiz də, yəni belə əzbərləməyək də biz bunu. Deyirəm SO2-ni yazın. SO2 bucaq quruluşdur. Niyə? Kükürt maksimum valent elektron iştirak eləməyib ki, 4 valentlidir. 6 valent elektron var, 4-ünü istifadə edib, ona görə belə bucaq kimi yazaq. Sigmanın sayı 2 dənə, üstə gəl. Cütün sayı. Deyirəm kükürt 6-cı qrupdadır, xaricində 6 elektron var. İkisi isə gedər, 4-ü P-yə gedər. İndi burada kükürt 4 valentlidirsə, burada 4 tək elektrona gətirim. 4 təki nə edərəm? Həyəcanlanmadan. P-dən birini D-yə gətirərəm. S2, P3, S2, P3, D1. Deyərəm burada neçə cüt var? Burada bir dənə cüt var da. Yəni 2 sigma var və bir dənə də cütü var. 3 orbitalı var. 3 orbital dediyim sp2 birləşmədir. sp2 isə bucaqdır. sp2 olduğuna görə birlik bucaqdır. Həm də ki, belə də maksimum valent elektronlar deyil deyə bucaqdır. CO2-ni də deyək. CO2-də gəl yazaq da. CO2 xətti quruluşdur. Çünki maksimum valent imkanlarından istifadə edir. Həm də deyə bilərik, bir karbondan sağa və sola 2 qat çıxsa bu sp-dir. Amma oksigenləri heç nə yazmır. Birləşən budur. Buradan bildik ki, sp-dir. Belə də bu qayda ilə eləsək, bu qayda ilə. Deyirəm sigmanın sayı 2 dənədir. 2 üstə gəl. Karbonun sıra nömrəsi 6-dır. Ayrı 12 daxı. Yarısına bərabərdir də. 2, 4. 2s2 son lazımdır mənə. 2p2. Karbon 4 valentli deyə 4 dənə təkə gətirir. Bundan birini bura verək. Burada 2 təkdir. S1, P3. Görün burada cüt qaldı mı? Yox da axı cüt. Yəni sigmanın sayı üstə gəl, cüt. Bərabər 2. 2 orbital olanda sp-dir. Buradan bildim ki, karbon qazından bir karbondan sağa sola 2 qat çıxırsa sp-dir. Oradan bildik və yaxud cüt elektronun sayı və sigma ilə hesablaya bilərik. Bu da qeyri-üzv maddələrdə hibridləşmənin tapılması. Rabitə dərsini yekunlaşdırdıq. Hələlik sağ olun uşaqlar.